çox insan düşünür ki, dərdə yaranmış çapıq artıq ömürlük qalacaq və bunun qarşısını almaq mümkün deyil. Əslində isə müasir dermatologiya bu sahədə ən son illərdə çox böyük inkişaf edib və bir çox çapıq növlərinin görünüşünü əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Çapıq dərinin zədələnməsindən sonra yaranan sağalma prosesinin nəticəsidir. Ən çox sızanaqlar, əməliyyatlar, travmalar, yanıqlar və müxtəlif yaralanmalardan sonra əmələ gəlir. Sızanaq çapıqları xüsusilə gənclərdə geniş yayılıb, iltihab dərinin dərin qatlarına yayıldıqda kollagen toxuması zədələnir və nəticədə çökək və ya qabarıq çapıqlar yaranır. Çapıqlar müxtəlif növlərdə olur. Bəziləri çökək formada, bəziləri isə dərindən qabarıq şəkildə inkişaf edir. Məhz buna görə də hər xəstə üçün eyni müalicə üsulu uyğun olmur. Hazırda dermatologiyada fraksional lazer, mikroiynələmə, PRP, kimyəvi peeling, kollagen stimullaşdırıcı prosedurlar və kombinə olunmuş müalicələr geniş istifadə olunur. Bir çox hallarda bir neçə metod birlikdə tətbiq edildikdə daha uğurlu nəticələr əldə edilir. Ancaq vacib bir həqiqət var. Heç bir prosedur bir seansda bütün çapıqları tamamilə yox etmir. Müalicə mərhələli şəkildə aparılır və dərinin öz kollagen istehsalını artırmasına zaman verilir. Çapıq yaranmasının qarşısını almağın ən yaxşı yolu isə onu yaradan səbəbi vaxtında müalicə etməkdir. Məsələn, aktiv akne vaxtında nəzarət altına alınmasa, sonradan aktiv aknedən qalan çapıqların müalicəsi həm uzun olur, həm də daha mürəkkəb olur. İnternetdə satılan çapığı tam silən krem və ya bir həftəyə nəticə verən məhsul kimi reklamlara inanmaq düzgün deyil. Çapıq toxumasının bərpası tibbi qiymətləndirmə və fərdi müalicə planı tələb edir. Əgər üzünüzdə və bədəninizdə sizi narahat edən çapıqlar varsa, onların növünü və uyğun müalicə üsulunu yalnız dermatoloq müayinə edə bilər. Vaxtında müraciət etmək həm daha yaxşı nəticə əldə etməyə, həm də gələcəkdə yeni çapıqların yaranmasının qarşısını almağa kömək edir.